Salam, hər vaxtınız xeyir olsun. Gəlin blok üçün, qəbul imtahanı üçün hazırladığım birinci qruplar üçün sınaq 1-in suallarının izahına baxaq. İzaha keçməmişdən əvvəl dərslərə qoşulmaq üçün ekranda gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Baxaq birinci sualın izahına. Görək nə deyir birinci sualda. Deyir ki, MN hasilini tapın. Bax, fikir ver bu sualda. 9 vurulub N'in kubuna. İndi buradakı ədəd 9-a bölünməlidir. 9-a bölünmə əlaməti də biz bilirik ki, ədədin rəqəmləri cəmi 9-a bölünürsə, deməli, bu ədəd də 9-a bölünür. M üzərinə gəlinsin 0 plus 8 plus 7 9-a bölünən olmalıdır. Bu eləyir nə? M plus 15. Əgər M-ə mən 3 desəm, bölünəcək 9-a. 18 9-a bölünür. Deməli, 3 olanda görə bərabərlik hansı hala düşür? 9N'in kubu bərabər olur 3087-yə. Hər tərəf indi 9-a bölsəm, N kubu bərabər olacaq. 9-a böləndə eləyəcək. Deməli, 343. N də buradan bərabər olacaq 7. Vəssalam. M-in hasilini istəyir bizdən olacaq 3 dəfə 7-nin 21. Deməli, birinci sualın düzgün cavabı oldu 21. Belə. Davam eləyək ikinci sualla. Görək 2-də nə deyir? 2-də deyir ki, bu cüt tənliyin həlli olarsa anı tapın. Heç nə, apar bu x-dır, bu y-dir bildiyimiz kimi. Apar x-in yerinə 8, y-in yerinə -6 qoy, anı tap. 8-i qoyanda olacaq 8a, çıxaq 24 bərabər olacaq 32-yə. Hər tərəf 8-ə bölsəm, a çıxaq 3 bərabərdir 4-dən. A da buradan bərabər olur 7. A-nı istəyirdi, A da oldu 7. Belə. Davam eləyək 3-cü sualla. 3-də bizə integral verib. Gəlin integrala baxaq. Ümumiyyətlə siz bilməlisiniz ki, integral dx bölünsün x bərabərdir ln modul x plus c. Bu şəkildə göstərilir. Və burada indi olacaq nə? Bir şey də bilməsi, integral a-dan b-yə fx dx burada bərabər olur fb minus fa. İndi buradan olacaq nə? Olacaq ln a çıxılsın ln 3 bərabərdir deyir nəyə? 3 ln 2-yə. 3 ln 2-yə. 3 ln 2-ni mən yazacağım. Gəlin bunu belə yazaq ki, ln a bölək 3. Çünki biz bilirik ki, loqaritmada loqaritma b çıxaq loqaritma a bizə verir loqaritma b bölək a-nı verir. İndi burada da bu şəkildə. Çıxma olanda bölmə şəklində yazsan. Bunu da yazıram ki, ln 8. Deməli, burada lnləri atsan, a-nın 3-ə nisbəti bərabər olur 8-ə, a da bərabər olur 24-ə. Bizə deyir A-nı tap, A da oldu 24. Bax belə, bu şəkildə. 4-cü sual. 4-də nə deyir? 4-də oxşarlığa aid bir sualdır. X-i tapmağımız tələb olunur. Nə eləyək? Bax, 6, 8, bura olacaq 10. Daha doğrusu 10 yox. Bir dəqiqə. Heç ona ehtiyac yoxdur. 10 əslində burada olurdu. Ehtiyac yoxdur ona. Mən nə edə bilərəm? C-yə alfa desəm, D də alfa olacaq. Çünki bura 90-dır, Y bucaq, 45-45 alfa. Aha, bura nə olacaq? Bura olacaq 90 dərəcə çıxaq alfa. Burada olacaq A bucağı alfa. İndi oxşarlıqdan yaza bilərəm ki, 90-ın qarşısı, bax bu 3 bucaqda, 90-ın qarşısı 4-ün, bu 3 bucaqda, bax, bir dəqiqə. Bu 3 bucaqda 90-ın qarşısına olan nisbəti. Yəni ki, 4-ün 8-ə nisbəti bərabər olacaq. Alfanın qarşısı, bax bu alfanın qarşısı x-in, bu alfanın qarşısındakı x tərəfə nisbəti, 6-ya nisbəti. Vəssalam, olacaq 2-də 1 bərabərdir 6-da x-a. X-i də buradan taparsan ki, 3. X-i istəyirdi, bizdə o da oldu 3. Belə, bu şəkildə. Davam eləyək 5-ci sualla. Yenə də x istəyir. Çevrəyə 2 toxunan çəkilibsə, bu toxunanlar bir-birinə bərabərdir.
Yəni buradan 2x çıx 1 bərabərdir x plus 7-yə. Buradan da x bərabər olur 8-ə. X istəyirdi, o da elədi 8. Bax bu şəkildə. 6 ilə davam eləyək. 6-ya baxaq. Kompleks ədədi üçün AB-ni 5 verib. Aha. Z nədir? Z bərabərdir A plus B-i. Z-in qoşması nə olacaq? Z üstü xətt bərabər olacaq A çıxaq B-i. Bax bu şəkildə. İndi deyir ki, bunların bir-birinə hasili 26-dır. A plus B-i vurulsun A minus B-i bərabərdir 26-ya. Bu da nədir? Müxtəsərdir. Olur A kvadratı çıxaq B kvadrat I kvadrat bərabər olur 26-ya. Və biz bilirik ki, I kvadratı mənfi 1-dir. Ona görə bu mənfini qarşıya atır. Olur A kvadrat plus B kvadrat bərabər olur 26-ya. İndi köməkçi müxtəsər vurma düsturundan biz bilirik ki, A kvadratı plus B kvadratı bərabərdir. A plus B-nin kvadratı çıxılsın 2AB. Bax belə. Gətirib burada yazsam olacaq A plus bir dəqiqə. A plus B-nin kvadratı bərabərdir. Burada belə yazaq. Çıxılsın 2AB. Çıxılsın 2AB bərabərdir 26-ya. Bu şəkildə. AB-ni də bizə verib 5. Olur A plus B-nin kvadratı çıxaq 10 bərabərdir 26-dan. Nəhayət alırsan ki, A plus B-nin kvadratı bərabər olur 36. 36. Belə. Bizə deyir ki, A plus B cəminin müsbət qiymətini tapın. Onda A plus B cəminin də müsbət qiyməti olur 6. Mənfi istəsəydi, mənfi 6-nı götürərdik. Bu şəkildə. Davam eləyən 7-ci sualla. 7-də görək nə deyir? Aha, 7-də heç nə. 0/0 qeyri-müəyyənlik aldığına görə gəl sürət və məxrəcin törəməsini tapaq. X-in törəməsi eləyir 1. Məxrəcdə də kök altda x plus 9-un törəməsi eləyir 1 bölünsün 2 kök altda x plus 9. 3-ün törəməsi 0-dır. Yazaq ki, limit x yaxınlaşarkən 0-a 1 bölünsün 2, daha doğrusu 1 bölək 2 kök altda x plus 9. Bu deyilir nə? Bu deyilir 2 kök altda x plus 9. Apar içinə x-in yerinə 0 qoyulur. 2 vuraq kök altda 9. Bu deyilir 2 dəfə 3-ün 6. Deməli 7-ci sualın düzgün cavabı oldu 6. Belə. Baxaq 8-ci suala. 8-də görək nə deyir? Aha, 8-ə baxaq. Sahə ilə bağlı bir sualdır. Deyir ki, dairənin mərkəzindən onun müstəvisinə uzunluğu 6 cm olan perpendikulyar qaldırılmışdır. Bir dairə çəkək burada. Dairə çəkək. Bura olsun mərkəzi. Deyir, uzunluğu 6 olan bir perpendikulyar qaldırılıb. Bunun uzunluğu oldu 6. Deyir ki, perpendikulyarın bu müstəvi üzərində olmayan uc nöqtəsi ilə. Bax, perpendikulyarın müstəvidə olmayan uc nöqtəsi buradır. Buradan deyir ki, çevrənin nöqtələr arasındakı məsafə 10-dur. Tutalım ki, bura olsun. Deyir, bax, bura 10-dur. Bu oldu 10. Bura 90 dərəcədə. Bunu buradan birləşdirsəm mən. Birləşdirsəm. Nəyi taparam? R-i. R-də nə olacaq? R-də olacaq 8. Aha. Deyir ki, dairənin sahəsini tap. Dairənin sahəsi də biz bilirik ki, pi r kvadratıdır. R kvadratı olur 8-in kvadratı 64 pi. Bu şəkildə. Yəni ki, y bəndir. Belə. Davam eləyək 9-cu sualla. 9 da 9 törəmə ilə bağlı sualdır. Görək 9-da nə olacaq? Deyir ki, funksiyanın qrafiki apsisi x0 bərabər 2 olan nöqtədə çəkilmiş toxunanın müsbət istiqamət ilə əmələ gətirdiyi bucağı tapın. Deməli, sən bilməlisən ki, f'(x0) ümumiyyətlə bərabərdir k-ya. K dediyimiz hansı k-dır? Y bərabərdir kx plus b-dəki x-in əmsalı k. O da bərabərdir tangens alfaya. Gəl birinci törəməni tapaq. Bu funksiyanın törəməsi olacaq. Deməli, x kubunun törəməsi 3x kvadratı çıxılsın
3x kvadratının törəməsi 6x plus 1 bərabər oldu nəyə? f'(x)-a. f'(x)a. Bizə lazımdır ki, f'(x) 0. Yəni ki, f'(2). f'(2-yə baxsam, f'(2) nə olacaq? 2-ni qoyanda yerinə olur 3 vuraq 2-nin kvadratı 4 çıxaq 6 dəfə 12 12 plus 1 bərabər olur nəyə? 1-ə. f'(2) bərabər oldu 1-ə. Deməli nə oldu buradan? Tangens alfa bərabər oldu 1-ə. Alfa da oldu 45 dərəcə. 45 dərəcə. Bax belə. Yəni ki, B bəndi. Bu şəkildə. Davam eləyək 10-cu sualla. 10 da funksiya sualıdır. Bizə funksiyanın qrafikini verib və deyir ki, bu funksiyanı tap. İndi burada görürük ki, bizə f(x)i verib bu şəkildə. A vuraq, x çıxaq x1, x çıxaq x2. Bax belə. Bu şəkildə bizə verib köklərlə. Bu x-i kəsdiyi yerlər bunun kökləridir. -2 ilə 8 bunun kökləridir. Deməli, belə yazacaqsan. Yazacaqsan ki, f(x) bərabərdir. A vuraq, -2 olacaq x plus 2 və x minus 8. x minus 8. Bax belə. Və bir də fikir verməlisən ki, x 0 olanda y 48 olur. Deməli, sən burada yazacaqsan ki, a vuraq 0 plus 2 0 çıxaq 8 bərabər olub 48-ə. Bu nə eləyir? -16a 48-dən a da buradan bərabər olur -3. A oldu -3. Deməli, f(x) bu şəklə düşdü. f(x) bərabər oldu -3 vuraq x plus 2 x minus 8. Bax belə. Bu da eləyəcək f(x) bərabərdir. Vurub açanda -3x-in kvadratı plus 18x plus 48. Bax belə. Yəni ki, A bəndir. Bu şəkildə. Belə. Davam eləyək 11-ci sualla. Görək 11-də nə deyir? Aha. Tənlik verib, maraqlı tənlikdir. Deyir, həll edin. Gəl baxaq. İlk növbədə, bax, burada modul var. Gəlin birinci şərt qoyaq. Tutalım ki, bu modulun qiyməti müsbətdir. Müsbət olanda necə çıxır? Olduğu kimi. Y üstü 2x çıxaq 5y üstü x plus 6. Bunun kvadratı bərabər olur. Müsbət olanda olur nə? Bu eləyir y çıx 2 bölünür olur 1. Olur 1. 1 çıxaq, bir dəqiqə. 1 çıxaq 1-dən eləyir 0. Kvadrat 0-sa deməli özü 0-dır. Y üstü 2x çıxaq 5y üstü x plus 6 bərabərdir 0-a. Buradan yaxşı olar ki, y üstü x-a bir m deyək. Olur nə? M kvadrat çıxaq 5m plus 6 bərabərdir 0-a. Buradan m1 eləyir 2, m2 eləyir 3. Deməli olur nə? Y üstü x bərabər olur 2-yə. x1 buradan bərabər olur ln 2 və y üstü x bərabər olur 3-ə. x2 də buradan bərabər olur ln 3. x1, x2. Bunları aldıq belə. İkinci şərtdə tutalım ki, bu mənfidir. Modul mənfidir. Mənfi ilə çıxanda olacaq mənfi bu ifadə. Bunlar gedəcək. Olacaq -1 çıxaq 1. Bu eləyəcək -2. Kvadrat -2-yə bərabər olmadığına görə deməli bu modul müsbət imiş. Aha. Və üçüncü bir şərt də var ki, burada məxrəc görürük. Məxrəc fərqli olmalıdır 0-dan. Fərqli olmalıdır 0-dan. Burada y üstü x fərqli olmalıdır 2-dən. X də fərqli olmalıdır ln 2-dən. Deməli, ln 2 kökün mən götürə bilmərəm. Cavab olacaq nə? Cavab olacaq ln 3. Yəni ki, D bəndir. Belə. Davam eləyək. Deməli, 12-ci sualla görək 12-də nə deyir? 12 ehtimal sualdır. Aha, deyir ki, hər birinin 5 seçim bəndi olan 20 testdən hər birinə təsadüf olaraq cavab yazan Həsənin bütün tapşırıqlara eyni cavabı seçməsi hadisəsinin ehtimalını tapın. Yəni, bu konkret sənədir ki, Həsən burada variant atır. Tutalım ki, A, B, C, D və Y. 5 variant olsun. Həsən bu 5 variantdan atanda olacaq 5-də 1. Bir dəfə atanda, bax, bir dənə sualda bunun gəlmə ehtimalı 5-də 1-dir.
5 dənə burada variant görsəm, tutalım ki, atdım məsələn A. Düz gəldi, oldu A. 5-də 1. Amma deyir ki, 20 dənə test. Yəni bunu 20 dəfə öz-özünə vuracaqsan. Eləyəcək nə? 5 üstü mənfi 20. 5 üstü mənfi 20. Deyir ki, bütün tapşırıqlarda eyni cavab seçməsi hadisəsi. Tutalım ki, burada da C seçir, burada da C seçir. Nə bilim, 17-ci sualda da C-ni seçir. Bu da nə qədərdir? Bu da 5 dənədən biridir də, olur 5 dənə. Vuranda da nə eləyir? Üstlər toplanır, olur 5 üstü mənfi 19. Bax belə. Yəni ki, D bəndi. Bu şəkildə. D bəndi olmuş olur. Davam eləyək 13-cü sualla. 13 də çox rahat həqiqət ədədlərə aid bir sualdır. Bax, 2 dənə müsbət bir şeyin cəmi 0 eləməsi üçün bunlar özləri 0 olmalıdır. Ayrı-ayrı oldu. X çıxaq A plus 3 bərabər olmalıdır 0-a. Y plus B çıxaq 13 bərabər olmalıdır 0-a. Bu şəkildə olmalıdır. İndi burada bizə deyir ki, A çıxıq B fərqini tapın. Gəl bunları bir tərəf-tərəfə toplayaq. X plus Y çıxaq A plus B plus 3 çıxılsın 13 bərabər olur 0-a. X plus Y-i 5 verib özü. 5 çıxaq, 5 üstə 3 çıxaq 13 çıx A plus B bərabərdir 0 olur. 8 çıx 13 eləyir nə? 8 çıx 13 mənfi 5 keçdi sağ oldu müsbət 5. Mənfi A plus B bərabər olur nəyə? 5-ə. İndi səndən deyir ki, A çıx B fərqində. Hər tərəf mənfiyə olur. A çıx B bərabər olur mənfi 5-ə. Cavab oldu mənfi 5. Bax belə. Mənfi 5. Davam eləyək. Davam eləyək 40 nədir daha 14-cü sualdan. Deyir, alfanı tapın. Bax, hazır qaydaya söykənən düsturudur. Bax, alfa buradan bərabər deyir. Bu 100 ilə 40-ı toplayıb bölürsən 2-yə. Alfa deyilir nə qədər? 70 dərəcə. Alfa oldu 70 dərəcə. Belə. Bax, 15. Hazır düstura söykənən suallardır. Qarşı tərəflərin kvadratları cəmi bir-birinə bərabər olmalıdır. 4-ün kvadratı plus 3-ün kvadratı bərabər olmalıdır. 2-nin kvadratı plus x-in kvadratı. Buradan nə? Bizdən x istəyir də. X kvadratı olur kök 20, daha doğrusu 21. 21. X də bərabər olur kök altda 21. Bu şəkildə x istəyir, bizdən x oldu kök 21. 16-cı sual. 16-ya baxaq. 16 deyir nə? B-nin hansı qiymətində çoxhədlisinin dərəcəsi 3 olar? Gəlin birinci bu çoxhədlini mötərizələri açıq olur. 2x üstü 4 çıxaq 3x kvadratı plus 1. Mənfini vuranda mötərizə olur. Çıxaq bx üstü 4. Çıxılsın 4x kubu. Çıxaq 2x kvadrat plus 1. Biraz da sadələşdirək. 2x üstü 4 çıxaq bx üstü 4. Bx üstü 4. Sonra çıxılsın 4x-in kubu mənfi 5x-in kvadratı plus 2. Tutalım ki, bu hər hansısa bir px çoxhədlisi olsun. Px çoxhədlisi olsun. Deyək, çoxhədlinin dərəcəsi 3 olar. Dərəcə 3 olması üçün B buradan avtomatik 2 olmalı. Çünki niyə? B-nin yerinə 2 qoyanda olacaq 2x üstü 4 çıxaq 2x üstü 4. 2x üstü 4-lər gedəcək, bunlar gedəcək, qalacaq nə? Bu çoxhədli. Bunun da dərəcəsi nədir? Bax, bunun da dərəcəsi 3-dür. Deməli, B-nin 2 qiymətində. Düzgün cavab oldu C bəndi. Belə. Davam eləyək 17-ci sualla. 17-yə baxaq. 17 deyir ki, birinci qabda duzluğu, faiz məsələsi. Gəl qab çəkək. 2 dənə qab bərabərdir 3-cü bir qab. Duzluluğu 20% olan 30 litr. 30 litr 20%li bir məhlul. İkinci qabda duzluluğu 30% olan 20 litr. 20 litr 30%li bir məhlul. Deyir, qarışdırılır. Bir qaba tökülüb qarışdırılır. Qarışdırılırsa topla. El alınan yeni məhlulun duzluq faizi neçə olduğunu tapın. Burada indi nə olacaq? 30-dan 20-ni topla, yaz ki 50 litr. Faizi bilmədiyinə görə K faiz. Bu şəkildə. İndi nə eləyirsən?
Bunları bir-birinə vurub toplayırsan. Alt-alta vurub toplayırsan. Olur nə? 30 dəfə 20-nin 600 üstə gələk. Yenə də 30 dəfə 20-nin 600 bərabər olur 50K-ya. 50K-ya. 50K 2 dəfə 600-ün 1200-dən K da buradan bərabər olacaq 24. Vəssalam. K-nın faizini soruşurdu. 24%. Bu şəkildə. 24%. Belə. Davam eləyək 18-ci sualla. Deyir ki 18-də. 2 natural ədədin birincisi 24-də 7 hissəsi. Birinci ədəd olsun K. İkinci ədəd olsun N. Deyir ki, K-nın 24-də 7 hissəsi. K-nın 24-də 7 hissəsi olacaq 24-də 7K. Deyir, bərabərdir. İkincinin 12-də 11 hissəsinə. 11N bölünsün 12-yə bərabərdir. Aha. Bu bərabərlikdən mən nə eləyə bilərəm? 24-də 12-yə bölərəm. Onlar burada qalar 2. 7K-nın 2-yə nisbəti bərabər olar 11N-ə. Çarpazdan da 7K bərabər olar 22N-ə buradan. Deyir ki, ikinci ədədin birinci ədədə olan nisbətini tapın. İkinci ədəd neydi? N. Yəni N-in K-ya nisbəti. Bu da olacaq nə? 7-nin 22-yə nisbəti. Belə. Yəni ki, C bəndi. Qutardı. Belə. Davam eləyək. 19-cu sualla 19-a baxaq. Trigonometrik tənliyi verib bizə. İndi burada şagird bilməlidir ki, sinus 2x bərabərdir. 2 tangens x bölünsün 1 plus tangens kvadratı x. Sualda sən hər sürətləri 2-yə vursan, olacaq nə? 2 tangens 5x bölünsün 1 plus tangens kvadratı 5x bərabər olacaq nəyə? Kök 3 bölək 2-yə. Bura nə eləyəcək? Sinus 10x bərabər olacaq kök 3-ün 2-yə nisbəti. Kök 3-ün 2-yə nisbəti. 10x bərabər olacaq mənfi 1 üstü k. Sinusun tənliyini yazıram. Kök 3 bölü 2-ni harda alır? 60 dərəcədə. Pi bölək 3 üzərinə gəlinsin pi k. X da bərabər olur mənfi 1 üstü k. Pi bölək 30 üzərinə gəlinsin pi k bölək 10. Bax belə. Bax belə. Bu da olur A bəndində. Bu şəkildə A bəndi. Başqa heç nə yoxdur. A bəndi. Davam eləyək 20-ci sualla. 20-də görək nə deyir? Deyir ki, x böyük 1 olduqda ifadəsini sadələşdirin. X böyük 1 olanda modul mənfi olacaq və tərsin açılacaq. Daha doğrusu əksi kimi açılacaq. Olacaq x çıxaq 1. Bax belə. Bölünsün. Məxrəcdə yazıram ki, x kvadratı plus 2x çıxılsın x. Çıxaq 2. Vuruqları ayırmaq üçün. İndi sürət x vuraq. X plus 1 olduğu kimi qalsın. Bölünsün. Məxrəcdə. Bax, mən bunların ikisindən x-i çıxardaram. Ortaq vuruq kimi. Qalar x plus 2 və bunların ikisindən mənfi 1-i çıxardaram. Qalar x plus 2 və sürət yenə qalır. X vuraq x plus 1 bölünsün. X plus 2-ni çıxardıram məxrəcdə. Qalır x çıxaq 1. X daha doğrusu hədə x çıxaq 1. Burada x çıxaq 1-dir. Mən x plus 1 yazmışam. Bir dəqiqə. Bu çıxmadı. Burada çıxmadı bunlar. Çıxmadı. X çıx 1-ə gedir. Qalır x bölünsün. X plus 2. Bax belə. A bəndi. Bu şəkildə. Davam eləyək 21-ci sualla. 21-də çox rahat sualdır. Çox gözəl suallardan biridir. 21 deyir ki, radiusları 2 olan 3 çevrə cüt-cüt xaricdən toxunurlar. Aha. Ştrixlənmiş hissənin sahəsini tapın. Bax, mən nə edərəm? Burada O1 ilə O2-ni birləşdirərəm. O1 ilə O3-ü birləşdirərəm və O2 ilə O3-ü birləşdirərəm mən burada. Deyir, radiusları 2-dir. 2-dirsə onda bura olur 4, bura olur 4, burada olur 4.
Bərabər tərəfli bir üçbucaq yaratdım mən burada. İndi mən burada ştrixlənmişin sahəsini tapmaq üçün, yəni S' bərabərdir. S üçbucaq, O1, O2, O3 üçbucağından çıxsam, bax bura nə qədərdir? 60 dərəcə oldu da bunlar. Hər biri 60 dərəcə oldu. Burada 60 dərəcə oldu. Çıxsam 3 dənə sektorun sahəsini, S sektor, 60 dərəcəlik sektorun sahəsini çıxsam, mən ştrixlənmiş hissəni alırım. İndi gəl üçbucağın sahəsinə baxaq. S bərabərdir. Tərəfi A olan üçbucağın sahəsi A kvadratı kök 3 bölək 4 bərabər tərəfli üçbucağın sahəsi. İndi A-nın yerinə 4 qoyanda 16 kök 3-ün 4-ə nisbəti. Bu eləyir 4 kök 3. Deməli birinci tərəfi tapdım, oldu 4 kök 3. İndi gəl sektorun sahəsinə baxaq. S sektor bərabərdir. PR kvadratı alfa bölünsün 360 dərəcə ilə tapılır. Alfa nədir? Alfa 60 dərəcədir. Pi r kvadratı, daha doğrusu r kvadratın yerinə r artıq məlumdur. 2 kvadratı 4 vuraq 60 dərəcə bölünsün 360 dərəcə. Bax belə. 60 ilə 360 elə 60-ın özünə edəcək. Qalacaq 6 dəfə. 6 ilə də 4 gedəcək. 2 dəfə, 3 dəfə. Deməli olacaq nə? 2 pi bölünsün 3. Oldu nə? Deməli S sahə, yəni ştrix bərabərdir. 4 kök 3 çıxaq. 3 vuraq. 2 bölünsün 3 pi. 3'lər də getdi, qaldı. 4 kök 3 çıxaq 2 pi. 4 kök 3 çıxılsın 2 pi. Bax belə, bu şəkildə. Davam eləyək 22-ci sualla. 22-də görək nə deyir? Deyir ki, diagonal 9 olan kubun həcmini tapın. Diagonal A kök 3'dür. Bu deyir 9'dur. Aha. İndi buradan hər tərəfi kvadrata yüksəltsəm, 3A-nın kvadratı 81-dən A kvadrat bərabər olur nəyə? A kvadrat bərabər olur 27-yə. A-nın özü də bərabər olur 3 kök 3-ə. Hər tərəfdən kök alsın. Bizə deyir həcmin tap. Həcm də bərabərdir A-nın kubu. Vəssalam olur 3 kök 3-ün kubu. Bu da bərabər olur 27 vuraq 3 kök 3 eləyir 81 kök 3 kub santimetr. Bax belə. Yəni ki C-bəndir. Bu şəkildə. Belə. Davam eləyək 23-cü sualla. 23-ə baxaq. 23'də konusla bağlı sualdır. Deyir yan səthirin sahəsi S yan bərabərdir. PRL. Oturacağının sahəsi S oturacaq bərabərdir. Pi r kvadrat. Deyir ki PRL, yəni ki bu PRL bərabərdir deyir 3 dənə PR kvadratına. Bax bu şəkildə. Sonra nə verib? Deyir ki, ox kəsiyinin sahəsi 8 kök 2-dir. Ox kəsiyi də r vuraq hündürlükdən 8 kök 2-dir deyir. Aha. Həcmini tapın. İndi mən buradan bu r-in biri ilə bu gedər. Pi-lər də getsə nə olar? L bərabər olar 3r-ə. L bərabər oldu 3r-ə. Və biz də bilirik ki, radiusun kvadratı üzərə gəlsin. Hündürlüyün kvadratı bərabər olur L-in kvadratına, doğranın kvadratına. İndi mən buradan L kvadratını tapsam, olacaq nə? 9R kvadratı. Vəssalam. R kvadrat plus H-ın kvadratı bərabərdir 9R-in kvadratı. H kvadrat bərabər olur 8R kvadratından. H-ın özü isə bərabər olur 2 kök 2R. Hər tərəfdən kök alınır. 2 kök 2R. Bu oldu belə. İndi bax burada H-ın yerinə gətirib mən bunu yazsam, olacaq R vuraq 2 kök 2R bərabər olur 8 kök 2-yə. Kök 2-lər getsə R kvadratı olur 8-də 2-yə bölünən 4. Deməli radius 2-dir. Bizə deyir həcmin tapın. Həcmdə nə olur? 3/1 pi r h. 3/1 pi r h. Vəssalam olur 3/1 pi vuraq r. R nədir? Pi r kvadratı daha doğrusu. R kvadratı 4 vuraq h.
H nə oldu? İndi H-ı da burada tapsam, H da bərabər olacaq. Eğer nədir? 2. 2 kök 2-ni də 2-yə vuranda olur. 4 kök 2. 4 kök 2. Cavab da oldu. Həcm bərabərdir. 16 kök 2 pi bölünsün 3. İlkin cavabımız oldu bu. Bu şəkildə. Davam eləyək. Deməli 24-cü sualla 24-ə baxaq. Aha, 24 biraz beyin işlədiləsi sualdır. Bax, fikir ver. Modul müsbət. Kök müsbət. Yekunda deyir ki, cavab da 0-dan böyük olsun. Müsbət olsun. Onda bu x də məcbur olub müsbət olmalıdır ki, yekun ifadə müsbət olsun. X böyük 0 olanda modul x elə x kimi açılacaq. Olacaq x bölə x vuraq. Kökün altında 16 çıxaq x-in kvadratı böyükdür 0-dan. Böyükdür 0-dan. Eləyir kök altda 16 çıxaq x kvadratı böyükdür 0-dan. 16 çıxılsın x kvadratı böyük olur 0-dan. X kvadratı çıxılsın 16 kiçikdir 0-dan. Hər tərəfi mənfiyə gəlin vuraq. x1 olur 4, x2 olur mənfi 4. Mən burada bir ədəd ox çəksəm, mənfi 4 və müsbət 4-ü qeyd eləyək. Olacaq nə? Plus, minus, plus. Və bizə nə lazımdır? 0-dan kiçik aralıq. Mənfi 4, 4 aralıq. Amma ki, bunu da unutmayaq da burada. Dedim, axı x böyük olacaq 0-dan. Ona görə bu mənfi hissələri götürməyəcəm. Götürəcəm 0-dan 4-ə qədər. Bax belə. 0, 4. Yəni ki, y bəndir. Belə. Davam elə 25 ilə. Deyir ki, katerin çayın axın istiqamətində sürəti 16. Tutalım ki, katerin sürəti olsun y. Çayın sürəti olsun x. Deyir ki, axın istiqamətində toplanılaq sürətlər. Y plus x bərabər olur. Nəyə? 16-ya. Gedəndə isə əksinə axına qarşı çıxılır. Y çıxaq x bərabər olur 10-a. Bax belə, bu sistemdir. Bizə deyir ki, çayın axma sürətini tapın. Toplasam 2y 26-dan y olur 13. Y oldu 13. X-i tapaq. X də bərabər olur 3. Deyir çayın axma sürəti. Çayın axma sürətinə x demişdim. X də tapdım 3. Cavab oldu 3. A bəndir. Belə. 26. Bax 26-da sürətə fikir ver. Deyir kəsiri ixtisar elə. Kvadrat köklə bağlı sualdır. Kəsiri ixtisar elə. Burada sürəti mən yaza bilərəm ki, kök altda x-in kvadratı çıxaq. Kökçün kvadratı bu şəkildə. Bu nə olacaq? Olacaq kökü x çıxaq. Daha doğrusu x çıxaq kökü 3. Bir dəqiqə. X çıxaq kökü 3. X plus kök 3. Bölünsün məxrəcədə nə var? Məxrəcədə var ki, x plus kök 3. X plus kök 3-lər gedir. Qalır nə? X çıxaq kök 3. Yəni ki, y bəndir. Bax belə. Davam eləyək. Deməli, 27-ci sualdan. Deyir ki, 7-yə bölünən natural ədədlər ardıcıllığı verilmişdir. Tutalım ki, A1 olsun 7, A2 olsun 14, 3-cü hədd 28, belə gedir. Aha. Deyir ki, bu ardıcıllığın ilk neçə həddinin cəmi 252 olar. Fikir ver, silsilə fərqi nədir burada? D bərabərdir 7. D bərabərdir 7. İndi deyir ki, neçə həddinin cəmi? Cəm neydi? 2A1 üzərinə gəlinsin. D vuraq, N çıxaq 1. Bölünsün 2 vuraq N. Deyir ki, 252 olsun. 252-yə bərabər olsun. Yaxşı. Gəl indi A1-in yerinə 7 qoyaq. 2-yə vuraq 14. Üzərinə gəlsin. D da 7-dir. 7 N çıxaq 7. Bölünsün 2 vuraq N. Olur nə? 252. Bax belə. İndi burada 7N plus 7 bölək 2 vuraq N bərabər oldu 252-yə. 252. Bu şəkildə. İndi burada hər tərəfdə 2-yə vursam,
olacaq nə? 7n plus 7 vuraq n bərabər oldu nəyə? 252-ni də vururam 2-yə. 504-ə. 504-ə. Bax belə. İndi 7-ni çıxartsam mötərəzi xaricində n plus 1 vuraq n bərabər oldu 504-dən. 504-ü bölsəm 7-yə eləcək 72. N vuraq n plus 1 bərabər oldu 72-yə. N də buradan oldu nə? N oldu 8. Vəssalam. Deməli 8-ci həddə qədər olan cəmlər bizə verəcək 252-ni. Bu şəkildə. Iyirmi 8-ci sual. Deyir ki, tam dolu çəndəki suyun hamısı bərabər həcmli 14 qaba tökürük. Tutalım ki, bu bizim olsun bir çən. Aha. Çənin həcmi olsun, bilmirəm, K. Deyir ki, bərabər həcmli 14 qaba tökürük. 14 qab tutalım ki, 1, 2, 3, nöqtə, məsələn də 14. Neçdən oldu? 14 dənə qab. Tutalım ki, bu bərabər həcmli kiçik qabların da həcmi olsun Y. Olsun Y. Bunların hamısının həcmi deyir eynidir. Bunların hamısının həcmi Y-dir. Neçdən oldu? 14 dənə Y. Aha. Deyir ki, indi burada hər qabda 4 litr boş yer qalır. Yəni ki, 14 dənəsində nə qədər qalacaq? 14 vuraq, Y çıxaq, 4 litr. Yəni ki, elə bir ki, bütün həcmindən çıxıram 4 litr boş qaldığı. Bərabər olur nəyə? Deyir, bu K-ya. Yəni, böyük həcmli, bax buna. Sonra deyir ki, bu qablardan onu tam doldururda isə çəndə 60 litr su qalır. Yəni, 10 dənəsi həcmi nə qədərdir? Y. 10 dənə Y-dən dolanda hələ 60 litr də əlavə su qalır. Bu da bərabər olur nəyə? Elə K-ya. Vəssalam. Belə bir sistem. İndi burada bunlar hər ikisi K-ya bərabər olur. Ona görə deməli bunlar da bir-birinə bərabərdir. 14 Y çıxaq 56 bərabər olur 10 Y plus 60-a. 4 Y bərabər olur nəyə? Deməli 56 ilə 60 toplayırıq 116-ya, 116. Y də buradan bərabər olur 29-a. Deyir ki, nə? Hər bir qab neçə litr su tutur? Söhbət bundan gedir. Bu nədir? Həcmi Y. Y-dən tapdım 29 deməli litr su tutmuş olur. Bax belə. Davam eləyək. Neçənci sualla? 29-cu sual. Deyir ki, üslü funksiya verilib, qrafik. A o B üçbucağın sahəsini tapın. Bax. Birinci biz x-a 0 verək. Bax, x-a 0 verək. Y-in kəsdiyi nöqtəni tapaq. B nöqtəsini tapaq. Y bərabərdir. X-a 0 verirəm. 2 üstü 0 plus 3. 0 plus 3. Çıxaq 4. Y bərabər olur nəyə? 8-dən 4 çıxıram 4. Deməli, bax, bu B nöqtəsi. Nəymiş? Buraymış 4. Bax belə. Bura 4 imiş. Gəl indi ikinci olaraq. İkinci nömrədə. X-a 0 verək. Daha doğrusu Y-a 0 verək. X-i tapaq. 2 üstü X plus 3 çıxaq 4 bərabər olsa 0-a. Bu səfər də mən bax buranı tapacam. Bu A nöqtəsini tapacam. 2 üstü X plus 3 bərabər olsa 2-nin kvadratına. X-i buradan alarsan ki, -1. X-i tapdım, bura oldu -1. Vəssalam. Bax, indi 0-dan B-yə qədər bu düzbucaqlı üçbucağın bir kateti oldu 4. Məsafə olaraq ikinci kateti də oldu 1. Deməli, bunun sahəsi nə oldu? Katetlər hasilinin yarısı. Cavab da elədi 2. Bu şəkildə 2. Başqa heç nə yoxdur. İndi baxaq sonuncu suala. Birinci qruplar üçün isbata. İsbata baxaq indi. Deyir ki, kvadrat tənliyi verib. Deyir ki, isbat edin ki, x bərabərdir bu. Nənadı bildiyimiz x bərabərdir -1 plus minus kök altda diskriminant bölünsün 2. Gəlin nə edək? Bax, ax kvadrat plus bx çıxaq c bərabərdir 0. İndi burada sualda mən çıxaq c yazmışam. Gəl bunu üstə gəl c eləyək. Mənfi ilə bağlı problem yaşamayaq. Plus c olsun.
Heç bir fərqi yoxdur. Və biz bilirik ki, A fərqlidir 10 sıfırda, kvadratik tənlikdə A sıfırdan fərqlidir. Gəlin hər tərəfi A-ya bölək. X kvadratı olur. B bölək AX plus C bölünsün A bərabərdir 0. Bax belə. Bax belə. C böl A onsuz sabitdir. Gəl sabiti keçirdək sağa. X kvadrat plus B bölək AX bərabər olur mənfi C bölək A-ya. Bu şəkildə. İndi gəlin bax bu sol hissədə tam kvadrat yaradaq. Tam kvadrat yaradaq. X kvadrat plus B bölək AX üzərinə gələk. Bu B böl A-nın yarısının kvadratı. Yarısının kvadratı eləyəcək B kvadrat bölək 4A kvadrat. Həmçinin hədd əlavə elədiyimizə görə gəlin sola da gələk. Mənfi C böl A üstə gələk. B kvadrat bölək 4A-nın kvadrat. Bu şəkildə. İndi nə edək? Bax, bu gördüyümüz hissə bizə verir əslində. X plus B böl 2A-nın mötərizə kvadratı. Bərabər olur nəyə? Sağ tərəfi də ortaq məxrəc eləsəm olacaq 4A kvadratında B kvadrat çıxaq 4AC. Bu şəkildə. B kvadrat çıxaq 4AC. İndi gəlin, bərabərliyin sol və sağ tərəfindən ikinci dərəcədən kök alaq. Yəni kök alaq. Bu kvadrat kökə aparır. Qalır X plus B bölək 2A bərabər olur. Plus minus. Bunları da ayrı kəsr şəklində yazsam. Kök altında B kvadrat çıxaq 4AC bölünsün. Kök altında 4A-nın kvadratı. 4A-nın kvadratı. Bax belə. Davam eləyək. Sol tərəfdən işim yoxdur hələ ki. Gəlin sağı araşdıraq. Sağda. Bax, 4A kvadratından elə nə çıxacaq? Çıxacaq 2A. Bundan bir problem yoxdur. Bu qaldı. İndi məsələ buradır. Kök altında B kvadrat çıxaq 4AC. Biz indi bunu bilmirik. Müsbətdir, mənfidir. Ona görə B kvadratı çıxaq 4AC-yə biz diskriminat deyirik. Və bunu yazıq kök altda diskriminat. Diskriminat böyük olanda sıfırdan deyirik ki 2 kökü var. Diskriminat sıfıra bərabər olanda 2 eyni kökü var və yaxud da ki 1 yeganə kökü. Diskriminat kiçik olanda sıfıra deyirik ki bunun 2 kompleks kökü var. Xəyali kökü var. Ona görə biz indi bax bunu çıxartmırıq kökün altından. Bunu deyirik ki olduğu kimi qalsın. Ona görə də gəlin bunu buradan yazaq. Olacaq indi nə? X-i saxlasam sabiti keçirdirəm sağ tərəf. Olacaq mənfi B bölünsün 2A plus minus kök altında B kvadrat çıxdı 4AC olduğu kimi qalır. Çıxaq 4AC bölünsün 2A. İndi burada da ortaq məxrəc 2A-dır. X bərabər olur. Bir dəqiqə. X bərabər olur 2A və sürətli olur mənfi B plus minus kök altında B kvadrat çıxaq 4AC. Bax, bu da. İsbat elədik ki, həqiqətən də köklər düsturu bax beləymiş. Bu şəkildə. Bax, eyni düsturu gördüyünüz kimi isbat etdik. Bu da oldu belə. Vəssalam.